Bu arada çox gülməli bir şey baş verib. Hazırda deməli gəlmişik Milana gedirik və Milana gedərkən belə biletlər aldıq 2 ədəd. Təbii ki və mindik qatara. Qatara minəndə yadımızdan çıxdı, biletləri oxutmadıq. Qatar tərpəndi yerindən və biz düşündük ki, həqiqətən də bu cərimə olunur deyənə. Birinci stansiyada bunu yoxlamırlar. Amma ikincidə 100% yoxlayırlar. Çünki artıq biletin qiyməti qalxır deyənə, ikincidə hamıda bilet olmalıdır, mütləqdir. Mən də dedim ki, elə birinci stansiyada düşüb bunu oxudub sonra minərəm. Və gördüyünüz kimi hazırda təkəm. Oradan bura qədər qaçmışam ki, lap buradaydı avtomat. Oradan qaçıb gəlmişəm ki, bunu oxutmağa və oxudandan sonra qatar getdi. Və rəfiqəm də qatarla bir yerdə getdilər. Mən isə tək bir dənə yaxşı ki telefonumu götürmüşəm və orada da rəfiqəmə dedim ki, görsən dedik birdən gecikərsən. Dedim geciksəm bil ki ikinci qatardan mütləq gələcəm. Yəni get orada məni gözlə. Çünki bu biletlər həqiqətən də çox vacibdir oxutdurmaq. Ona şəklini göndərdim ki, orada artıq yaxınlaşsalar göstərsin ki bileti var. Bir dəqiqə qatar getsin. Məndə də bilet var və gəlib burada baxıram. Məsələn, mən Milano Centrale'yə gedirəm. O da bir də növbəti qatar burada gördüyünüz kimi göstərir. Saat 9:57, yəni hələ mənim bir 47 dəqiqə burada gözləməyim gərəkir ki, yenidən buradan keçəcək həmin ikinci qatar. Mən onu ilə gedəcəm və rəfiqəm də 47 dəqiqədə orada gözləyəcək məni. Yəni belə. Yəni belə hallar da olur. Ona görə özünüzü itirmirsiniz. Eləmək lazım olduğunu bilirsiniz. Hər bir şeyin çıxış yolu var. Heç nəyə görə narahat olmayın. Stres keçirtməyin. Bu da hadisədir. Yaşanmalıydı, yaşandı. Amma ən çətini odur ki, harasa hava limanına gecikməyəsiniz. Ona görə də mütləq hava limanına gedərkən bu qatarları nəzərə alaraq tez çıxmaq lazımdır. Deməli, belə bir şey oldu. Biz Aynurəni itirdik. Bir öncəki qatarda təəssüf ki, orada çəkirəm, Aynurənin xəbəri yoxdur. Deməli, biz çekin eləyəcəkdik. Gecikmişdik. Bir sonrakında Aynurə dedi, düşüm tez çəkilib qayıdacağım. Dedim, eləmə, sən çata bilməzsən qatara. Amma o bunu elədi. Və düşdü. Çox təəssüf. Onu itirdik. Düşdü, getdi, çəkin elədi və çata bilmədi qatara. Bir də yığıb ki, mən çata bilmədim. Mən də ondan gizli çəkirəm. Baxın, əşyalar da qalıb burada. Özü gedib, əşyaları qalıb. Bir sonraki yəqin ki, Milanda görüşəcəyik. Və sonunda gəldim, çatdım Milana. Rəfiqəmin yanına gedim onu tapım. Bu arada qeyd edeyim ki, əsl yeridir, internet haqqında məlumat verim. İnternet mütləqdir ki, xaricdə hər zaman olsun və bol miqdarda. Çünki belə hallarda, belə hadisələrdə insanın vazkeçilməzidir internet, telefon və internetdən də istifadə eləmək üçün mən esim istifadə edirəm. Smart Sale ən ucuzu tapmışam, odur, onu istifadə edirəm. Kəsintisiz internet sizə də məsləhət görürəm. Bu arada qiymətləri çox münasibdir və Aynurka promosyon koduyla üstəlik 25%-də endirim əldə edə bilərsiniz.
Hamıya salam. Bu arada biz İtalya'dan İsveçre'ye gelmişik. Onu da qeyd edeyim ki Milandan İsveç'e gəlmək üçün sadəcə 1 saatlıq yol var. Milan Centrale stansiyasından binirsiniz, Lugano'ya gelirsiniz. Qatar bileti 18 eurodan başlayır. Yəni 1 saata Şveysariyada olmaq istəyirsinizsə, İsveçrədə olmaq istəyirsinizsə, Milandan gələ bilərsiniz. Günübirlik turlar eləyə bilərsiniz. Yəni bir günlük gəlib axşam qayıda bilərsiniz. Bunu da deyim ki, bura çox gözəldir. Lugano ətrafı mənzərə çox möhtəşəmdir. Qatarla gələndə çox qəşəng bir mənzərəsi var. Buranın içeriden de var. Çəkilişlərimiz davam edir. Hər yerdən Azərbaycanlıların səsi gəlir bu arada. Bütün Qatarda da Azərbaycanlı, Milandan Lugano'ya qədər, yəni Azərbaycanlı çox görmüşük. Bu çox sevindirici bir haldır. Çünki həqiqətən də həmvətənlərimin gəzməyi insanı yalnız və yalnız sevindirir. Hər zaman digər millətləri görürük, amma yerlilərimiz çox redki olar ki, hardasa görürük. Burada var. Bu arada sizə Lugano'nu da göstərim. İlk baxışdan insanı özünə aşiq edən bir şəhərdir. Onsuz da İsveçrə təriflənməyə, yəni ehtiyacı olmayan bir şəhərlərdəndir. Mikrofon yaxdan çıxır.